Salam, hörmətli tamaşaçılar, Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tankerlərin Qara Dənizdə hücuma məruz qalmasına münasibət bildirib. O vurğulayıb ki, Rusiya və Ukrayna arasında müharibə Qara Dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyə çatıb. Özəl iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahat edici eskalasiyadan xəbər verir. Biz öz şəxsi zonamızda naviqasiya təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibənin dayandırılmasının yönəlmiş son hadisələri də yaxından izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu bildirmişik, deyə Ərdoğan bildirib. Qeyd edək ki, Kairos və Virat tankerləri noyabrın 29-da Qara Dənizdə vurulub. Pokrovskda Rusiya bayraqları dalğalandırılıb. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi paylaşıb. Görüntülərdə əllərində bayraq tutan Rusiyalı əskərlər əks olunub. Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzəsində bildirib ki, Ukraynanın Donetsk vilayətində 3 yaşayış məntəqəsi nəzarətə götürülüb. Xatırladaq ki, hələ 2 gün əvvəl Rusiya tərəfi bütün Pokrovska nəzarət etdiyini açıqlamışdı. Ötən gün Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu inkar edib. O, həmçinin Xarkov regionunda yerləşən Kupianskın da Rusiya ordusunun nəzarətinə keçməsini qəbul etməyib. Davam edirik. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn dələduzluq piramidası olan Zuyerx platformasına qarşı əməliyyat keçirib. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar WhatsApp və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə Zuyerx piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlardan inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədi ilə zərər çəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər. Şirinlikləşdirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərər çəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri Zuyerx piramidasının fəaliyyətini dayandırıblar. Faktlarla bağlı baş idarədə araşdırmalar davam etdirilir. İctimai yaşa fəaliyyəti göstərən şəxslərin postterminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, vergi qanunvericiliyinə əsasən ötən il yanvarın 1-dən tibb müəssisələrinin və özəl tibb praktika ilə məşğul olan fiziki şəxslərin əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada postterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50%-i 3 il müddətinə onların ədəbə tutulan ümumi dövriyyəsindən çıxılır və bu güzəl ictimai yaşa fəaliyyəti ilə məşğul olanlara da şamil ediləcək. Bu optimallaşmanın davamı olaraq 2026-cı ilin yanvarın 1-dən ƏDV qeydiyyatında olan, ictimai yaşa fəaliyyətlə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən, onların postterminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50%-nin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bundan başqa, 8% dərəcə ilə sadələşmiş verginin ödəyicisi olan ictimai yaşa fəaliyyətlə məşğul olan şəxslər tərəfindən postterminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 8%-dən 6%-ə endirilməsi təklif edilir. Böyük qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində azad edilmiş ərazilərdə bir sıra peşə təhsil mərkəzlərinin tikintisi və yenidən qurulması nəzərdə tutulub. Bu fikirləri peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib. O bildirib ki, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl dövlət peşə təhsil mərkəzlərinin tikintisi nəzərdə tutulub. Bu il Şuşa dövlət peşə təhsil mərkəzi əsaslı təmir olunub. Kəlbəcər dövlət peşə təhsil mərkəzinin isə tikintisi davam edir. Zəngilan, Qubadlı, Ağdam dövlət peşə təhsil mərkəzlərinin isə layihələndirilməsi işləri aparılır, deyə Kənan Həsənli bildirib.
Mini avtomobilinin yük maşını ilə toqquşması ölümlə nəticələnib. Ağır qəza paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Qəza zamanı mini avtomobilində olan sərnişin 62 yaşlı Gəvahir Məmmədova dünyasını dəyişib. Sürücü 34 yaşlı Məhərrəm Bağırzadə isə xəsarət alıb. Onu əzilmiş avtomobildən xilas edicilər çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Faktla bağlı bu istiqamətdə araşdırma aparılır. Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Təqdim olunan video görüntülərdə bir daha deməyə əsas verilir ki, belə hallar dəfələrlə neçə insanın həyatına son qoyan ağır qəzalarla nəticələnib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bu barədə çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır. Həyata keçirilən növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahat işləri, maarifləndirici söhbətlər aparılıb. Xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb. 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib. Baş Dövlət Yol Polisi İdarəsi bu qəbildən olan tədbirləri davamlı olaraq təşkil edəcək deyə məlumatda bildirilib. Vətəndaşlara Dövlət Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan Süni İntellekt platformasının təqdim etmə mərasimi keçirilib. Tədbir çərçivəsində Asan AI Hub ilə Apolitical Breakthrough Social Enterprise and Genai Work şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bildirilib ki, bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyanı gücləndirəcək. Platformanın dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi tədqiqat mərkəzlərini, startup ekosistemlərini birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasına da körpü rolunu oynayır. Bu platformanın əsas məqsədi dövlət təşkilatlarında, asan xidmətin özündə, eyni zamanda özəl sektor və tədqiqat inkişaf mərkəzləri, elmi laboratoriyalar, alimlərin bir əlaqələndiricisi rolunu oynamaq, bir uzlaşma rolunu oynayan bir platforma yaratmaqdır. Bu platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcəkdir. Cəbrayılda yeni tikilən 330 kilovoltluq yarım stansiyada işlər tamamlanıb. İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq Şəfəq günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün dövlət iri həcmli işlər həyata keçirir. Azərenerjidən verilən məlumata görə BP ilə Azərenerji arasında əməkdaşlıq sazişinə uyğun olaraq Şəfəq günəş elektrik stansiyasının enerji sistemə qoşulması üçün Cəbrayılda 330-33 kilovoltluq yeni yarım stansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq iri gövdəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Layihələrin əsas məqsədi dövlət özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bu layihələr Azərbaycanın yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin virtual enerji ötürülməsi mexanizmi çərçivəsində 330 kilovoltluq Cəbrayıl enerji qovşağına, oradan isə enerji sistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur. Yeni tikilən Cəbrayıl yarım stansiyasında işlər yekunlaşıb və Şəfəq günəş elektrik stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan yaşıl enerjinin ötürülməsinə başlanılacaq. Davam edir, hörmətli tamaşaçılar.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Venezuela lideri Nicolas Maduroya ölkəni tərk etməsi üçün noyabrın 28-nə dək vaxt verilmiş. Bu barədə Reuters öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, noyabrın 21-də iki dövlət başçısı arasında qısa telefon danışığı baş tutub. Bu zaman Maduro Venezuelanı tərk etməyə hazır olduğunu ifadə edib, lakin bir sıra tələblər irəli sürüb. O özü və ailəsi üçün tam əf, ABŞ-nın bütün sanksiyalarını ləğvini, Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasının və hökumətinin 100-dən çox yüksək vəzifəli məmuru üzərindəki məhdudiyyətlərin götürülməsini xahiş edib. Trump isə bu şərtlərin əksəriyyətini rədd edib. 15 dəqiqədən az davam etmiş söhbət zamanı Trump Maduronun ailəsi ilə birlikdə ölkəni tərk etməsi üçün bir həftə vaxt verib. Məlumata görə Maduro bu ultimatumu yerinə yetirməkdən imtina etdikdən sonra Amerika Birləşmiş Ştatları Venezuela üzərindəki hava məkanının bağlandığını elan edib. Belə hörmətli tamaşaçılar, saat əsas xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik.